Hörmətli və dəyərli izləyicilər, mən əlimdə əsa tutmuşam, amma bunun izahını sizə verəcəm. Pasiyentimiz Gəncə şəhərindən bizə müraciət etmişdi 6 ay əvvəl. Bu əsa onun əlində idi. 118 kiloqram 49 yaşında müraciət etdi və 6 ay sonra 88 kilona demək olar ki, bu əsadan azad olub. Bu əsanı mən göstərməkdə məqsədim odur ki, düzdür, müəyyən bir vaxtlarda hansı bir çətinliyində əsadan istifadə edir. Lakin bu əsasız demək olar ki, praktik həyatı yox idi. Mən sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə, mədə eksiltmə əməliyyatı sizə nə verdi? 6 ay ərzində 30 kiloqram itirməklə təbii ki, yenə də itkilər olacaq. 30 kiloqram itirməklə sizin həyatınızda hansı müsbət dəyişikliklər oldu? Buyurun, bir-iki kəlmə fikrinizi deyin. Çox şey dəyişdi, ancaq bir şey deyə bilərəm ki, heç də peşman deyiləm. Allah canınıza sağlıq versin. Yüngülləşmə gedir, yəni ki, hərəkətlərim yüngülləşib. Çox bir şey ki, 30 kilo arıqlamaq, yəni ki, o çəkini atmaq, sanki 30 kilo yükdən azad olmaq deməkdir. Maşallah. Heç bir dəqiqə də peşman deyiləm. Baxın, bu xanımın 6 ay öncəki videosunu görən insanlar deyirdilər ki, 6 ay sonrasını da görək necə arıqlayıb, 30 kiloqram arıqlayıb və 30 kiloqramla bərabər bir çox məsələləri də özündən uzaqlaşdırıb. Əsanı da verdi mənə, indi mən də əsanı tutmuşam, sizə göstərirəm. Biz demək olar ki, bu əsanı indi qoyuruq kənara və bu əsadan praktik azad olmuşuq. Bundan sonraki həyatınızda da sizə daim sağlamlıq arzu edirəm. Çalışın, xəstələnməyin və üzümü tuturam dəyərli izləyicilərə ki, artıq çəki və piylənmənin gətirdiyi xəstəliklərdən son illərdə azad olmanın yollarından biri də yüksək çəkilərdə mədə eksiltmə və bariatrik əməliyyatlardır. Sağ olun, sağ olun. Əllərinizə sağlıqlıqdır. Minnətdarım. Çox sağ olun. Sağ olun ki, sizi kimi insanlar var. Allah sizə can sağlıq versin. Əllərinizə sağlıq. Minnətdarım. Sağ olun. Yəni bir problemsiz, necə deyim, yəni mən bu dönəmi, bu 6 ayı rahatçılıqla keçirdim. Yəni bir problem olmadan da elə insanlar deyir ki, fəsadı olur və yaxud da nəyə olur. Yəni mən bir anlıq belə onu fikirləşmədən, yəni ki, bu dönəmi adladım. Heç bir problem olmadan. Çox sağ olun. Əllərinizə sağlıq. Minnətdarım sizə. Sağ ol, sağ ol.